Hər vaxtınız xeyir olsun. Bugün sizə oxuyacağım Quran ayələri var. Burada oxuduqdan sonra ortaya sual çıxır ki, ilk insan nədən yaradıldı? Çünki müxtəlif versiyalar var Quran ayələrinə görə. Buyuraq ayələri sona qədər dinləyək. Sad surəsi 71-ci ayə. Bir zaman sənin Rəbbin mələklərə belə demişdir. Mən palçıqdan bir insan yaradacağam. Sad surəsi 71-ci ayəyə əsasən 38-in 71-i. Palçıqdan insan yaradacağam. Ali İmran surəsi 59-cu ayə. 3-cü surənin 59-cu ayəsi. Həqiqətən Allah yanında İsa'nın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı. Sonra isə ona ol dedi. O da oldu. Burada nə deyir? Burada deyir torpaqdan yaratdı. Sad surəsi 71-də isə palçıqdan yaratdı. Palçıqla torpaq təbii ki eyni şey deyil. Torpaq quru olur, palçıq su qarışdıqda olur. Əl-Hicr surəsi 26-cı ayə. Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru cildən yaratdıq. Əl-Hicr surəsi 26 nədir? Biz insanı başqa şəklə düşmüş qara palçıqdan. Burada artıq nə oldu? Qara palçıq ortaya girdi. Torpaq, palçıq və qara palçıq saxsı kimi taqqıldayan. Sonra burada nə gəlir? Əl-Hicr surəsi 28-ci ayə. Bir zaman Rəbbim mələklərə dedi, mən başqa şəklə düşmüş, qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru cildən insan yaradacağam. Burada da 28-ə də demək olar 26-nı təkrar edir. Amma burada başqa şəklə düşmüş qara palçıqdan söhbət gedir. Əl-Hicr 28-də keçdi. Gələk Əs-Saffat surəsi 11-ci ayə. Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa bizim başqa yaratdıqlarımızı burada sual verir. Biz ki, onları yapışqan kimi palçıqdan yaratdıq. Burada nə deyir? Biz ki, onları yapışqan kimi palçıqdan yaratdıq. Artıq gör neçə variant oldu? İlk insandan söhbət gedir. Əl-İsra surəsi 61-ci ayə. Bir zaman mələklərə Adəmə səcdə edin demişdik. İblisdən başqa hamısı səcdə etdi. O dedi, mən sənin palçıqdan yaratdığına mı səcdə edəcəyəm? Burada nə deyir? Burada deyir, mən sənin palçıqdan yaratdığına mı səcdə edəcəyəm? Burada artıq ortaya nə girdi? Palçıq girdi ortaya. Sad surəsi 71-ci ayə. Bir zaman sənin Rəbbin mələklərə belə demişdi. Mən palçıqdan bir insan yaradacağam. Bu da Sad surəsi 71-ci ayə. Sonra nə gəlir? Səcdə surəsi 7-ci ayə. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmişdir. Burada nə oldu? Artıq palçıq girdi ortaya. Ər-Rəhman surəsi 14-cü ayə. O insanı saxsı kimi quru cildən yaratdı. Ər-Rəhman surəsi 14-cü ayəyə görə isə saxsı kimi quru cildən yaratdı. Sonra Əl-Müminin surəsi 12-ci ayə. Həqiqətən biz insanı palçıq cövhərindən yaratdıq. Əl-Müminin surəsi 12-ci ayəyə görə isə burada artıq palçıq cövhərindən yaratdıq. Keçək digər ayələrə. Əl-Ənbiya surəsi 30-cu ayə. Məgər kafirlər göylərlə yer bir olduğu zaman biz onları bir-birindən ayırdığımızı hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenə də mi inanmırlar? Burada isə nə deyir? Hələ yerlə göyün birləşmə olmasını keçirəm. Deyir ki, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yəni, insan da yəqin ki, canlıdır da. Burada ayə nə deyir? Hər bir canlını. İnsan da canlılar sinifinə aid eləyir isə, demək ki, burada da deyir, hər bir canlını sudan yaratdıq. Amma digər ayələrdə nə deyirdi? Palçıq cövhəri, qara palçıq, saxsı kimi taqqıldayan gil, torpaq, palçıq, başqa növlərə düşmüş palçıq. Başqa bir ayəni də oxuyaq. İndi isə gələk sonuncu ayəyə, Nuh surəsi deməli 17-ci ayə. Nuh surəsi 17-də də deyir ki, Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Burada yenə də insanlara xitab edir. Burada isə deyir, Allah sizi bitki kimi torpaqdan bitirmişdir. İndi sual çıxır ortaya. Bu qədər ayələri bir yerə qeyd edin, özünüz də araşdırın və ilk insanın nədən yarandığını ortaya qoyun. Çünki torpaq, sudan, bitki kimi yerdən düzərmə, gil, saxsı kimi taqqıllayan gil, çox buradan müxtəlif versiyalar keçir. Sual budur ki, ilk insan nədən yarandı o zaman? İzlədiyiniz üçün təşəkkür edirəm.